Gürcüstanın baş naziri 2026-cı il Dünya Hökumətlər Sammitində çıxışı zamanı Orta Dəhlizin əhəmiyyətinə xüsusi diqqət çəkib. İrakli Qobaxidzenin sözlərinə görə, Şərqi Asiyanı Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzərindən Avropa ilə birləşdirən Orta Dəhliz müasir dünyada geosiyasi parçalanmaları aşmağa imkan verən sabit və etibarlı tranzit marşrutudur. Baş nazirin vurğuladığı kimi, ənənəvi marşrutların etibarlı olmadığı bir dünyada alternativ dəhlizlər zəruri hala gəlir. Gürcüstan Dünya Liderlər Forumunda Gürcü nümayəndə heyətinə baş nazir İrakli Qobaxidze rəhbərlik edir. O artıq çıxış edərək sammit iştirakçılarına müraciət edib. Daha sonra isə D20 masa formatında keçirilən müzakirələrə qoşulub. Gürcüstan hakimiyyətinin baxışı nədən ibarətdir və İrakli Qobaxidzenin Dünya Liderlər Sammitinin iştirakçılarına nə demək istəyi var? Ana Broladze Dubaydan məlumat verir. Ümumi və ali təhsil haqqında qanunlara ediləcək dəyişikliklər parlament sessiyasında müzakirə olunacaq. Bundan əvvəl isə məsələ təhsil komitəsində nəzərdən keçirilib və dəyişiklikləri deputatlarla təhsil nazirinin müavini Zibiyat Qabisonya təqdim edib. Deputatların xüsusi marağı məktəblərdə planlaşdırılan dəyişikliklərə yönəlib. Bu dəyişikliklərə əsasən 12-ci sinif könüllü olur, 11-ci sinifdə isə diqqət imtahanlara hazırlığa yönləndiriləcək. İzahat məktubuna görə ümumi təhsilin əsas problemlərindən biri təhsil proqramlarının məzmunudur. Bu səbəbdən məktəb dərsliklərinin qrafikləşdirilməsi ləğv edilir və hər təhsil pilləsində fənlər üzrə vahid dərsliklər tətbiq olunacaq. 6-cı sinifə qədər məktəbli forması geyinmək məcburi olacaq. Tədris prosesində mobil telefonlardan istifadə isə məhdudlaşdırılacaq. Daha bir yeniliyə görə 1-ci sinifə yalnız 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar qəbul ediləcəkdir. Bugün plenar iclasda qrantlar və vətəndaşların siyasi birlikləri haqqında qanunlara ediləcək dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq. Qanunvericilik təşəbbüsünə əsasən qrant anlayışı dəqiqləşdirilir və Gürcüstan hakimiyyətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı hissəsinə təsir göstərmək cəhdinə yönəlmiş, yaxud xarici dövlətin, hökumətinin və ya xarici siyasi partiyanın maraqlarından irəli gələn fəaliyyətlərin maliyyələşdirilməsi üçün pul və ya natural formada verilən vəsaitlər qrant hesab ediləcək. Bununla yanaşı cinayət məsuliyyəti müəyyən edilir və xarici lobbiçilik cəzalandırılan əməl kimi tanınır. Vətəndaşların siyasi bilikləri haqqında üzvü qanuna gəlincə, dəyişikliklərə görə maliyyəsinə 20%-dən çoxunu xaricdən alan təşkilatda çalışan şəxslərə 8 il müddətində siyasi partiya üzvlüyünü qadağan olunur. Təqdim edilən dəyişikliklər müxalifət tərəfindən kəskin tənqid edilir. Parlamentin qarşısında vətəndaşlar etiraz aksiyası keçiriblər. Aksiyada Milli Hərəkat Partiyasının nümayəndələri də iştirak ediblər. Onlar ümumi təhsil haqqında və ali təhsil haqqında qanunlara edilən dəyişiklikləri, həmçinin partiya fəaliyyəti və siyasi aktivliklə bağlı yeni qanunların qəbuluna etiraz edirlər. Aksiya iştirakçılarının bildirdiyinə görə yeni qanunların məqsədi azad iradənin boğulmasıdır. Aksiya zamanı piyada yolunun hərəkət hissəsində dayandığına görə 5 günlük həbs cəzası almış Zura Manşxaşvili polisə təslim olub. Anakliya limanı Gürcüstanda modernləşdirilmiş dəmir yolu Gürcüstanın Avropa elektroenerji sistemlərinə qoşulması və ölkənin Avropa ilə Cənubi Qafqaz arasında mühüm enerji və tranzit hubı kimi mövqələndirilməsi. Çıxışı zamanı Gürcüstanın baş naziri bu mühüm məsələlərə də toxunub. İrakli Qobaxidzenin sözlərinə görə Gürcüstan nəqliyyat infrastrukturunun hər tərəfli yenilənməsi üçün 7 milyard dollar ayırıb. Onun bildirdiyinə əsasən ölkə dəmir yolu şəbəkəsinin tam modernləşdirilməsinə başa çatdırıb. Nəticədə örtücülük qabiliyyəti 2 dəfə artıb və tranzit müddəti azalıb. Baş nazir Anakliya limanı barədə də danışıb. Anakliya yalnız liman deyil. O, tranzit göstəricilərinin artırılması, qlobal daşıma xətlərinin cəlb edilməsi və Qaradəniz Avropa ilə Asiya arasında rəqabət qabiliyyəti qapı rolunun gücləndirilməsi üçün platformadır, deyə İrakli Qobaxidze bildirib. Onun sözlərinə görə ölkə iddialı infrastruktur layihələr vasitəsilə qısa müddətli qazanc üçün deyil, uzun müddətli dayanıqlıq məqsədi daşıyan inteqrə olunmuş ekosistem formalaşdırır. Dövlət məktəblərində Mən Gələcəkdə adlı anti-narkotik kampaniya davam edir. Layihə Gürcüstanın Daxili İşlər Nazirliyi ilə Təhsil, Elm və Gənclər Nazirliyinin birgə təşəbbüsü ilə yenilənib. Bu il kampaniyaya Gürcüstanın İdman Nazirliyi də qoşulub və müxtəlif idman fəaliyyətləri ilə təmsil olunacaq. Kampaniyanın ikinci mərhələsi çərçivəsində hüquq mühafizə orqanlarının əməkdaşları və təhsil müəssisələrinin mandat xidməti nümayəndələri Gürcüstanın 6 regionunda 6-9-cu sinif şagirdləri ilə maarifləndirici görüşlər keçiriləcəklər. Görüşlər
İşlərin ölkənin bütün regionlarında təşkil nəzərdə tutulur. Cari ildə antinarkotik kampaniya ümumilikdə 100 dövlət məktəbini əhatə edir. Kampaniyanın məqsədi yeniyetmələr arasında psixoaktiv maddələrdən istifadənin qarşısının alınması, maarifləndirilmənin artırılması və sağlam həyat tərzinin təşviqidir. Daxili İşlər Nazirliyinin struktur bölmələrinin gücləndirilməsi, eləcə də vətəndaşların polis xidmətlərinə əl çatanlığının daha da artırılması məqsədi ilə Samegrolo regionunun Zugdidi şəhərində Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin vahid xidmət mərkəzi açılıb. Vətəndaşlar bir məkanda təxminən 50-yə yaxın polis xidmətindən yararlana biləcəklər. Bu xidmətlərə cərimələrin ödənilməsi və şikayət edilməsi, cərimə meydançasından avtomobilin çıxarılması üçün icazənin alınması, inzibati xətalar barədə arayışın verilməsi, qeyri-qabaritli və normadan artıq ölçülü nəqliyyat vasitələri ilə hərəkətə icazənin alınması və digər xidmətlər daxildir. Patrul polisi xidmət mərkəzi müasir standartlara uyğun şəkildə təchiz edilib və bina əlilliyi olan şəxslər üçün tam uyğunlaşdırılıb. Patrul polisi departamentinin vahid xidmət mərkəzləri artıq Tbilisi, Rustavi, Mtsxeta, Qori və Batumi şəhərlərində fəaliyyət göstərir.